Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Gündəm yenə qaynayır və diqqətdən qaçmamalı xəbərlərlə qarşınızdayıq. Təcili. Benzin qiymətlərində kəskin artım qeydə alınıb. Bu dəyişiklik bazara necə təsir edəcək? Masazırda dronlarla nəzarət iddiaları sakinləri təşvişə salıb əslində nə baş verir? Hər gün istifadə etdiyimiz bir məhsulun xərçəng riski yaratdığı bildirilir. Mütəxəssislər nə deyir? Və ən əsası müharibə ilə bağlı Amerika Birləşmiş Ştatlardan son dəqiqə açıqlaması. Yaxın 48 saat həlledici ola bilər. Ətraflı birazdan. Amerika Birləşmiş Ştatlarında benzinin orta pərakəndə satış qiyməti 2022-ci ilin iyul ayından bəri ilk dəfə olaraq qallon üçün $4,50 keçib. Nojoment az xəbər verir ki, qiymətlər yaxın şərqdəki uzun sürən hərbi münaqişə fonunda artmaqda davam edib. Amerika Avtomobil Assosiasiyasının A məlumatına görə, bugün benzinin milli orta qiyməti qallon üçün $4,54 olub. Bu, 2022-ci ilin iyun ayında qeydə alınan bütün zamanların ən yüksək həddi olan qallon üçün $5,1'dan bir qədər aşağıdır. Ən bahalı motor yanacağı Kaliforniyadadır və orada artıq qallon üçün $6 keçib. Orta qərbdə qiymətlər sürətlə artır və bəzi ştatlarda qallon üçün $5 çatır. Gasputiyə yanacaq doldurma məntəqəsi qiymətlərinin müqayisəsi xidməti görə, benzinin milli orta qiyməti qallon üçün $4,52 olub, Kaliforniyada isə orta hesabla qallon üçün $6,14 təşkil edib. ABŞ-nin benzin ehtiyatları 2014-cü ildən bəri ilin bu vaxtı üçün ən aşağı səviyyədədir. Morgan Stanley analitikləri onların bu yay daha da azalacağını gözləyirlər ki, bu da tarixi mövsümü minimumlara 200 milyon bareldən aşağı çatma ehtimalını göstərir. Yaxın Şərq münaqişəsinin böyük bir hissəsində qallonu üçün $3 ətrafında ticarət edilən benzin füçersləri aprelin son həftəsində kəskin şəkildə artaraq 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəsinə çatıb. Masazır qəsəbəsində son aylarda təhlükəsizliklə bağlı əhali arasında ciddi narahatlıqlar yaranıb. Nojoment az xəbər verir ki, bu barədə bloger Nail Kəmərli paylaşım edib. Onun sözlərinə görə, son 2-3 ayda qəsəbədə vəziyyət xeyli dəyişib. Sakinlər bildirir ki, məhəllələrdə naməlum şəxslərin görünməsi, gecə saatlarında baş verən şübhəli hərəkətlər onları ciddi şəkildə narahat edir. Ən Kəmərli qeyd edib ki, ən narahat edici məqam əraziyə dron vasitəsilə nəzarət edildiyi ilə bağlı iddialardır. Bu artıq adi hal deyil. Bu, insanların öz evində belə özünü güvəndə hiss etməməsidir. Valideynlər övladlarını çölə buraxmağa qorxur. Gecələr pəncərədən baxanda nə ilə qarşılaşacağını bilmirsən. Bu vəziyyət nə vaxta qədər davam etməlidir? Sakinlər aidiyyəti qurumlara səslənir. Artıq gec olmadan tədbir görün. Məsələ ilə bağlı dinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, ərazi nəzarətə götürülüb. Ərazi üzrə daxil olan müraciətlər qeydə alınıb, müvafiq tapşırıqlar verilib. Araşdırma aparılır. Sosial mediada mikrodalğalı sobada qızdırılan qidaların kanserogen şüalanma yaydığına dair iddialar yayılmaqda davam edir. Lakin mütəxəssislər bu fikirlərin elmi əsası olmadığını bildirirlər. Nojoment Azın Oncodaili istinadə məlumatına görə, düzgün istifadə edildikdə mikrodalğalı sobalar təhlükəsiz hesab olunur və xərçəng riski ilə əlaqələndirilmir. Mikrodalğalı soba necə işləyir? Mikrodalğalı sobalar qidadakı su molekullarını hərəkətə gətirən aşağı enerjili, yonlaşmayan radio dalğalarından istifadə edir. Bu dalğalar molekulların titrəməsinə səbəb olur və nəticədə istilik yaranır. Bu proses dielektrik isitmə kimi tanınır. Rentgen və ya ultrabənövşəyi şüalardan fərqli olaraq, bu tip radiasiya kimyəvi bağları qıra və ya dəntiyə zərər verə bilmir. Qida radioaktiv hala gəlmir və cihaz söndürüldükdən sonra enerji tamamilə yox olur. Beynəlxalq təşkilatlar nə deyir? Ümumdünya Səhiyyə Təşkilatı, Amerika Birləşmiş Ştatlarının Milli Xərçəng İnstitutu və digər nüfuzlu qurumlar mikrodalğalı sobada qızdırılan qidalarla xərçəng arasında heç bir əlaqə aşkar olunmadığını bildirir.
Tənzimləyici qurumlar da mikrodalğalı sobalar üçün ciddi təhlükəsizlik standartları tətbiq edir və mümkün radiasiya sızmalarının təhlükəli həddən xeyli aşağı olduğunu qeyd edir. Yayılmış miflər. Mütəxəssislər bir sıra geniş yayılmış yanlış fikirləri də təksib edir. Mikrodalğalı şüalar qidaya rentgen kimi nüfuz etmir və genetik mutasiyalara səbəb olmur. Qida zəhərli və ya radioaktiv hala gəlmir. Uzun müddətli istifadə xərçəng riskini artırmır. Elmi araşdırmalar mikrodalğalı soba istifadəsi ilə genotoksik təsirlər və ya xərçəng göstəriciləri arasında əlaqə tapmayıb. Qida dəyəri və vitaminlər. Araşdırmalar göstərir ki, bütün bişirmə üsullarında müəyyən qədər qida itkisi baş verir. Lakin mikrodalğalı sobalar daha qısa müddətdə bişirdiyi və nəmliyi saxladığı üçün bəzi vitaminləri daha yaxşı qoruya bilər. Akrilamid məsələsi. Mütəxəssislər diqqətə çatdırır ki, nişastalı qidalar yüksək temperaturda qızdırıldıqda akrilamid adlı maddə yarana bilər. Bu maddə potensial kanserogen kimi qiymətləndirilir. Lakin qeyd olunur ki, mikrodalğalı sobada yaranan akrilamid səviyyəsi qızartma və ya sobada bişirmə ilə müqayisədə eyni və ya daha aşağı olur. Riski azaltmaq üçün qidanı həddindən artıq qızdırmamaq tövsiyə edilir. Təhlükəsiz istifadə qaydaları. Mütəxəssislər tövsiyə edir ki, yalnız mikrodalğaya uyğun qablar istifadə etmək, qidanı qızdırarkən qarışdırmaq, xüsusilə nişastalı qidaları həddindən artıq qızdırmamaq lazımdır. Ekspertlər yekdilliklə bildirir ki, mikrodalğalı sobalar təlimatlara uyğun istifadə edildikdə sağlamlıq üçün təhlükə yaratmır. Bu cihazlarla bağlı yayılan kanserogen şüalanma iddiaları isə elmi əsasdan uzaqdır. Amerika Birləşmiş Ştatları mediası Vaşinqton və Tehran arasında müharibəyə son qoymaq və nüvə danışıqları ilə bağlı yeni çərçivə müəyyənləşdirmək məqsədilə hazırlanan 14 maddəlik anlaşma memorandumu üzrə tərəflərin razılığa çox yaxın olduğunu yazıb. Nojoment AS xəbər verir ki, Axios nəşrinin yaydığı məlumata görə, Ağ Ev və İran rəsmiləri bir səhifəlik memorandum layihəsi üzərində intensiv danışıqlar aparır. Mənbələr bildirir ki, bu münaqişənin başlanmasından bəri tərəflərin razılığa gəldiyi ən yaxın mərhələ hesab olunur. Məlumata əsasən, Amerika Birləşmiş Ştatları yaxın 48 saat ərzində Tehrandan əsas məsələlərlə bağlı yekun cavab gözləyir. Razılıq əldə olunacağı halda 30 günlük keçid dövrü başlayacaq və danışıqların İslamabad və ya Cenevrədə davam etdirilməsi nəzərdə tutulur. Layihə mətnində İranın uran zənginləşdirmə fəaliyyətlərini dayandırması, Amerika Birləşmiş Ştatların isə Tehrana qarşı tətbiq olunan bəzi sanksiyaları ləğv etməsi və milyardlarla dollarlıq dondurulmuş vəsaitləri azad etməsi yer alır. Bundan əlavə, Hörmüz boğazında tətbiq olunan qarşılıqlı məhdudiyyətlərin də aradan qaldırılması planlaşdırılır. Sənədə əsasən İran nüvə silahı istehsal etməyəcəyinə və yeraltı nüvə obyektlərini işlətməyəcəyinə dair təminat verəcək. ABA isə nüvə fəaliyyətinə moratoriumun ən azı 12 il davam etməsini tələb edir. Bu müddətin 15 ilə qədər uzadıla biləcəyi də qeyd olunur. Mənbələr bildirirlər ki, tərəflər arasında razılıq əldə olunmasa, ABA hərbi əməliyyatları və bölgədəki blokada tədbirlərini yenidən aktivləşdirə bilər. Hazırda memorandum layihəsinin imzalanma mərhələsinə yaxın olduğu iddia edilir.